İmam Rıza əleyhissalam çox mehriban imamdır. İmam Rıza əleyhissalamın ləqəblərindən biri Raufdur. Çox mehriban imamdır. Allah nəsib eləsin, məsumların ki, ziyarətinə gedirsən, ziyarətinə gedəndə qəbrinin yanında ziyarətnaməsi var. Hər məsumun özünün ziyarətnaməsi var. Dayanırsan, ziyarətnaməsini oxuyursan. Bütün məsumlarda yazıblar ki, ziyarətnaməsini müstəhəbdir ki, ayaq üstə durasan, oxuyasan. Savabı çoxdur ki, ayaq üstə oxuyasan. Yeganə imamdır İmam Rıza əleyhissalam ki, yazıblar müstəhəbdir ki, ziyarətnaməsini oturub oxuyasan. İmam Rıza qonaqları ilə bir başqa cür rəftar edir. Deyir ki, yol ki gəlmirsən, mənim üçün də belə də xoşdur, elə otur, oturaq halda ziyarətnaməni oxu. Bu imamın mehribancılığıdır şiələrinə. Ayətullah Hairi tələbələri deyir, çox İmam Rızanın ziyarətinə gedərmiş. Məşədə çox gedib. Deyirlər, hər dəfə də gedəndə özü deyirmiş ki, yatdım, yuxuda İmam Rızanı gördüm. İmam Rıza gəldi yuxuma, mənə dedi ki, bu dəfə gəl Məşədə, məni ziyarət elə, yol pulun da hər nə qədər xərci var, mənlikdir, mənim boynumadır, mən verəcəm. İmam belə imamdır. İnsanı ziyarətə çağırır. O ziyarət ki, sən ziyarətə gedəcəksən, sən Allaha tərəf yaxınlaşacaqsan. Sənin ziyarətə getməyə heç imamın ehtiyacı da yoxdur, amma sənin üçün bütün şəraitləri də düzəldir. Burada yəqin ki, gedənlər də var, Allah getməyənlərə də nəsib eləsin, gedib görsünlər. Gedənlər yəqin ki, təsdiqləyərlər ki, ziyarətə getməmişdən qabaq İmam Rıza işləri elə düzür qoşur ki, insan heç özü bilmir necə alındı ziyarət. Bir də görsən, sənə də nəsib oldu, oturmuşsan avtobusda zəvvarlarla gedirsən ziyarətə. İmam belə imamdır, özü şəraitin düzür qoşur ki, gələsən onu ziyarət edəsən. Ayətullah Hairi deyir, amma bir dəfə tələbələri deyir, gəldi, dedi ki, bu dəfə mən Məşədə gedirəm, amma axırıncı Məşədimi, daha getməyəcəm. Dedilər, nə oldu, nə baş verdi? Dedi, o baş verdi ki, İmam Rıza gəldi yuxuma, dedi, bu dəfə də gəl məni ziyarət elə, xərcim mənlikdir. Da bundan sonra gəlmə, özüm gəlib səni ziyarət eləyəcəm. Deyir, bildim ki, da bundan sonra axırıncı ziyarətimdir, ömrüm tamamlanır. Dünyamı da dəyişəcəm, mənə də bu axırıncı qismətdir. Allah qismət elə, insan nə qədər ömründə bacara çox gedə o ziyarətə. İnsan nə qədər çox getdi, hiss edir ki, bir o qədər də mənəviyyatında dəyişiklik baş verir. İmam Hadi əleyhissalam buyurur, hər kəs İmam Rıza əleyhissalamın qəbrini bir dəfə ziyarət eləsə, 70 dənə Kərbəla ziyarətinə bərabərdir. 70 dənə Kərbəla ziyarətinə bərabərdir. Bir dənə İmam Rıza əleyhissalamın qəbrini ziyarət eləmək. Ayətullah Bəhcət dərslərinin birində deyirmiş, danışırmış bu hadisəni. Deyirmiş, qədim zamanlarda o vaxt ki, ziyarətə gedənlər karvanla gedirlərmiş. İndiki kimi maşın, avtobus, belə şeylər yox imiş. Karvan yığılırlarmış, 50 nəfər, 100 nəfər toplanırlarmış, gedirlərmiş ziyarətə. O kənddən ki, hamısı yığışırlarmış, bir yerdə gedirlərmiş. Bir qoca kişi var imiş, o getmirmiş bunlarla ziyarətə. Öyle o öz işindeydi, öz odunun doğruydu, nə bilim tarlasını əkirdi, əkin biçinindeydi. Heç bunlara qoşulub bir dəfə ziyarətə getməyib. Bunlar gedirlər, İmam Rızanı ziyarət eləyirlər, qaydandan sonra gəlirlər bu kişini başlayırlar danlamağa. Ki, ay kişi, bəsdir bu dünya ləzzətindən əlvi çək. Bir dəfə bunları at, gəl bizə qoşul, bizlə get ziyarət elə İmam Rızanı. Heç olmasa ömründə bir dəfə ziyarət elə də. Bu deyir ki, siz gedirsiniz ziyarətdə nə inirsiniz, nə işlə məşğulsunuz? Gedirik, İmam Rızanı ziyarət edirik. Deyir, getmişsiniz ziyarətdə İmam Rıza ilə danışa bilmişsiniz? Heç səsini eşitmişsiniz imamımızın? Bir dəfə İmam Rıza sizlə danışıb ziyarətdə? Deyirlər, yox, nə danışmaq, belə şeylər baş vermir. Elə gedirik, ziyarət edirik, duamızı edirik, qayıdıb çıxıb gəlirik. Deyirlər, sən necə, sən danışa bilirsən İmam Rıza ilə? Deyirlər, hə, elə mən buradan sözümü deyirəm İmam Rıza'ya, İmam Rıza cavab verir mənə. Mən lazım deyir gedim İmam Rıza'ya.
Deyirlər, necə bir salam ver görək, salamı eşidik. Deyir, sakit. Bir də görürlər, bu kişi başlayır İmam Rıza ilə söhbət eləməyə, buyurur, Əssəlamu aleyk, ya Aleyyə ibn Musa Rıza. Deyirlər, bir də gördük, bu kişinin adı ilə salam gəldi ki, Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Gördünüz, mən danışıram imamımla. Lazımdır, gedim orada danışım. Mən danışa bilirəm, ünsiyyətimi düzəldə bilmişəm imamımla. Siz gedin düzəldin. Mənlə işiniz olmasın. Ayətullah Bəhayeddini tələbələri deyir ki, gələrmiş Məşəd şəhərinə heç çox da qalmazmış. Gəlirmiş, məsələn, günün günortadan sonra çatırmış, səhər-səhər tezdən də yükün yığırmış ki, gedim. Deyirlər, ağa, biraz qal, dünən gəlmirsən. Qal, hələ ziyarət elə gedərsən. Deyirdi, yox, mən Qum şəhərindən gəlmişəm bura, İmam Rızaya salam verim. Dünən gəldim, salamımı verdim, cavabımı da aldım. Daha niyə qaldım ki burada? Mən getdim. Gedin salamınızın cavabını alın. Bir nəfər nəql eləyir, deyir, o vaxtı qədim zamanlarda, indi ki zirehi ortadan bölüblər. Yarı tərəfində qadınlar, xanımlar ziyarət eləyir, yarı tərəfində kişilər ziyarət eləyir. Deyir, əvvəl ümumi idi, elə hamı bir yerdə ziyarət eləyirdi. Bir alim özü nəql eləyir bunu, seyyiddir həmin alim. Deyir, bir cavan da öz anası ilə getmişdi İmam Rızanın ziyarətinə. Deyir, getdik, çatdıq ziyarətə, gördük, adamlar çox qarışıqlıqdır. Anam mənə dedi, oğul, sən get ziyarəti belə, mənlə işin olmasın. Burada mən ziyarət eləsəm, naməhrəmlər var, dəyərəm onlara. Mən elə öz qaldığım evdən ziyarət eləyəcəm İmam Rızanı. Dedim, ana, bu qədər yol gəlmişik, əziyyətlə, ya bir dəfə gir ziyarət elə. Dedi, yox, sən get ziyarəti belə. Mən özüm ziyarət eləyəcəm. Deyir, mən getdim, müstəhəbbi qüslunu aldım, getdim İmam Rızanı ziyarət elədim. Qayıtdım, gəldim evə, daxil onu gördüm, anam oturub şiddətlə ağlayır. Dedim, ana, nə oldu, nə baş verdi? Niyə belə ağlayırsan? Dedi, oğul, sən getdin, mən buradan başladım İmam Rızaya salam verməyə, ziyarətnaməsini oxumağa. Başladım, oxudum, hal tapdım, ağladım, yuxu tutdu məni, yatdım. Yuxuda gördüm, İmam Rıza gəldi, əlində də bir boşqabda mənim üçün xurma gətirmişdi. Verdi xurmanı mənə, getdi. Ayıldım, gördüm, bir xurma boşqab dayanıb mənim qabağımda. O alim də deyir, qayıtdılar, gəldilər bizim məntəqəyə. Mənə dedi, sən ki seyyidsən, elə İmam Rızanın öz nəslindənsən, bu xurmanın birini verirəm sənə. Götür bu xurmanın birini ye. Deyir, o xurmadır ki, mən alim ola bildim. O xurmanı ki, mən yedim uşaqlığımda. O xurmaya görə mən gəldim bu məqamlara, qalxa bildim. Çünki o xurma İmam Rızanın əlindən verilmişdi. İmam Rızanın əlindən gedəsən bir şey alasan, yiyəsən, bu bayramda bir bayram payı alasan, yiyəsən, dünya ahirəti və bəsdir. Hər şey və bəsdir. Və bir hadisə deyim, sözümü tamamlayıram. Bir nəfər deyib, getmişdim köhnə qədim zamanlarda ziyarətə. Getdim, ziyarət eləyirdim. Ziyarət ki, ümumi idi, hələ ara bölünməmişdi. Bir ziyarət eləyirdi, amma cismim qəbrin, İmam Rızanın qəbrinin yanındaydı, qəlbim, fikrim tamam ayrı yerlərdə. Gözüm düşdü bir xanıma, o xanımın da gözü mənə düşdü. Baxışlıq zirehin yanında. Deyib, birdən ayıldım ki, mən İmam Rızanın qəbrinin yanında dayanmışam. O qədər utandım, heç İmam Rızadan üzür də istəyə bilmədim. Elə tez ayaqqablarımı götürdüm, çıxdım zirehdən çölə. Ki, mən neynirəm burada? İmam Rızanın yanında belə iş. Çıxdım, gəldim öz otağıma. Yatdım, yuxu tutdu məni, gördüm İmam Rıza əleyhissalam gəlir. Mən də yaxınlaşdım İmam Rızaya. Amma deyir, mən İmam Rızaya yaxınlaşanda İmam Rızanı vurdum. Ayıldım, başa düşdüm ki, o ki İmam Rızanı vurdum, o zirehinin yanında həmin naməhrəmə baxmağım idi. Mənası budur əməlimin. Orada ki, baxdım, mənə İmam Rıza gəldi, batinin göstərdi ki, bax, belə eləyirsən, ha. Hədisdə var, bir nəfər gəldi İmam Rıza əleyhissalamın yanına, buyurdu, ağa,
səndən bir xahişim var, bir söz soruşum. Ağa buyurdu, buyur. Dedi, ağa, mən bilmək istəyirəm ki, sənin nəzərində necəyəm? Sənin gözündə mən necəyəm? Sən mənə nə gözlə baxırsan? Yaxşıdır da insan bilsin ki, imamın sənə nə gözlə baxır? Hansı gözlə baxır? Buyurur, İmam Rıza Aleyhisselam buyurdu, bax gör, mən sənin gözündə necəyəm? Bilmək istəyirsən, mən sənə nə qədər hörmət eləyirəm? Bax gör, sən mənə nə qədər hörmət eləyirsən? O qədər də mən sənə hörmət eləyirəm. Allah bizləri həqiqi İmam Rıza Aleyhisselamdan uyğunluq tapıb ona oxşayan şiələrdən qərar versin inşallah.